to shut it out, but I can hear the world you say. I'm talking loud, not saying much. I'm criticized, but all your bullets ricochet. Talking down, but I get up. I'm bulletproof, nothing to lose. Fight away, fight away. Ricochet, you take your aim. Fight away, fight away. You shoot me down, but I get up. I'm titanium. You shoot it down, but I get up. I'm titanium. So hard, machine gun. Find out the ones who run. So hard, as bulletproof glass. Shoot it down, but I get up. I'm titanium. You shoot me down, but I get up. I'm titanium. Yaxşıdır. Ən azından o bu layihədə qalır və bu səsi itirmirik. Hoş gördük. Salam. Adınız nədir? Mənim adım Sevinç Məmmədova. 28 yaşım var. Sevinç xanım, siz niyə bu mahnının ən çətin hissəsində sabit oxuyursunuz? Daha rahat sənətçi kimi bir rahatlana biləcəyiniz daha yüngül hissələrində isə səsiniz əsir, nə baş verir? O cür çətin hissənin öhdəsindən gəlib aşağıda belə səs problemləri yaşayırsınız. Niyə belədir? Ben özə fikir verdim Murat. Sen çevirende biraz daha heyecanlandı. Heyecanlandı. Elə bil, elə mənə gözləyirdiniz, mi? Ola bilər. Mən də sizi gözləyirdim. Nəylə məşğulsunuz? Çok müsbətdir, hə. Nəylə məşğulsunuz həyatda? Mən psixoloqam. Lazım olur. Murat. Nə danışırsınız? Bizim hamımıza lazımdır bu Hamıya arada. lazımdır. Hamıya. Amma mən bildiyimə görə psixoloqların da növləri var da. Misal üçün, növləri və profilləri var. Siz misal üçün hansı istiqamətdə psixoloqsunuz? Mən inkişaf psixoloqam. Əsas peşə seçimi ilə bağlı Yox, da biz seçmişik peşəmizi. İnkişafda yəqin ki pis deyil. Hamı nə qədər olur ki, illərlə bir peşənin sahibi olur, sonra da fikirləşirlər ki, ya nəsə düzgün Dəyişsin. istiqamətdə getmirəm və orada artıq peşə seçimi Özünüzə lazım köməyi olur. olur bilgilərinizin. Özünüzün psixoloq ola bilirsiniz. Bu çətin sualdır əslində. Çünki çox vaxt deyirlər ki, psixoloq lazımdır kimi elə deyirlər. Hə. Amma çalışıram ki, insanlarla elədiyim texnikaları ya da insanlara verdiyim tövsiyələri özümün üzərində O zaman tətbiq edim. səhnə sizin üçün resurs yeridir. Bəlkə də hə. Demək siz bizdən enerjini Əslində alıb, birinci dəfədir. bizdən enerjinizi İlk dəfədir səhnəyə çıxırsınız. Belə maştabda bəli. Amma Bəs hardasa ondan oxuyursunuz? qabaq harda çıxmısınız? Mən universitetdə olub ki, konsertlərdə olub. Belə amma sırf musiqi istiqamətində birinci dəfədir ki, səhnədə. amma səsiniz var, maraqlıdır. Çox sağ olun. Səsiniz var, səsiniz mənə toxundu. Sadəcə olaraq xətalar var və təbii ki, bu xətalar Düzəldək. var ki, deyə siz müsabiqəyə gəlirsiniz. Mənim dostlarımın da fikirlərini almaq istəyirəm məmnuniyyətlə. Buyurun. Mən üzr istəyirəm, danışacağım. Düşünürəm ki, bəli, xətalar var və onların üzərində işləmək lazımdır. Muradın komandasında çox gözəl bir yer alıb, yaxşı repertuar seçsəniz birlikdə, düşünürəm ki, bu səsə mütləq yaraşan olmalıdır da mahnılar. Bəlkə də o qədər böyük mahnılar ilk səhnə addımlarınızda almayacaqsınız. Düzdür. İlk səhnədə Sia. Hə, bu çox çətin İlk idi. səhnədə Bilmirəm, Sia. həqiqətən sizə əhsən ki, belə bir çətin mahnını götürüb ilk böyük səhnəyə gətirdiniz. Vallahi. Alındı, alınmadı bu artıq sonrasıdır. Muradla- Murad alındıracaq. İkiniz bilərsiniz. Həm də ki, Murat, sizin içinizdə nə var o hələ ki çıxartmamışsınız, onu göstərməmişsiniz. Onu elə dartacaq, çıxardacaq, elə göstərəcək ki, Hazıram. siz özünüz də maska alacaqsınız. Gəlin görüşək. Sevinç. Sevinç. Xoş gəldiniz. Təbrik eləyirəm. Hoş geldiniz.
Uğurlar arzu edirəm. Şad oldum. Sağ olun. Evdən sən olacaqdın. Sən öpdüyünə görə.